Qorxmursuz Allah'tan. İndi de var da Aşura günü toy eləyin, problem yoxdur. Ged elə, neyəcəksən İmam Hüseyin'e sen? Mənim gösəm bir toy elədin və salam mən unuttum İmam Hüseyin'i ha? Yadımdan çıxartdım İmam Hüseyin'i ha? Ay yazıq. Qorxmursan Allah'ın qəzəbinə tuş gələrsən. Yüzlərlə də gələnlər olur. Qorxmursan bundan, özün bilərsən. Sən Hüseyin ibn Əliyə heç bir ziyan vura bilməzsin. Allah'ın hüccətidir. İmam sonunda bir söz dedi. Hakemallahu beynena ve beynehum. Allah bizimle onlar arasında hükmetsin. Allah bizimle onlar arasında hakim olsun. Biz de buradan İmam Sadiq ağamızın bir nökeri olarak değiliz. Allah bizi de İmam Hüseyin nökeri olarak bizimle o növ insanlar arasında özün hükmeyle hak olana hakkını özün ehsan et.